Salam əziz şagirdlər, bugünkü mövzumuz xitabdır. Xitab ümumiyyətlə ən asan mövzulardan biridir və cümlədə müraciət olunanı bildirir. Müraciət olunanı bildirən sözlərlə və söz birləşmələri ifadə olunur. Və digər üzvlərdən kəskin şəkildə fərqlənir. Çünki digər üzvlərdən fərqli olaraq xitablar, yəni ki, cümlə üzvlərindən fərqli olaraq sintaktik əlaqəyə girə bilmir, əsas vasitə tərəf olmur və eyni zamanda suala cavab vermir. Sintaktik baxımdan aslı və əsas tərəf olmur dedik. Çünki xitab cümlə üzvləri ilə qrammatik əlaqəyə girə bilmir, yəni heç bir üzvdən aslı olmur, heç bir üzvü özündən aslı etmir. Cümlə üzvü ola bilmir, yəni mübtəda, təyin, tamamlıq ola bilmirlər. İfadə vasitələri isə həm isimlər, həm də isimləşmiş nitq hissələri və birləşmələrdir. İsimli ifadə olanda bu xüsusi ümumi isimlər ola bilər, ancaq adlı halda. Dəniz, sənədləri gətir. İsimləşmiş olan sözlərlə ifadə oluna bilər. Sifətlə, sayla, feili sifətlə, əvəzliklə isimləşən bütün sözlərlə ifadə oluna bilir. Birincilər, səhnəyə buyurun. Burada isimləşmiş sayla ifadə olunubdur. Birləşmələrlə, yəni birinci, ikinci növ təyinli söz birləşmələrlə ifadə oluna bilər. Vətən övladı, hünərinlə qürur duyuruq. Mürəkkəb adlarla, ad və soyadlarla ifadə olunur. Füzuli müəllim, suala cavab verə bilərəm. Və bir şey unutmaq lazım deyil ki, xitablarda müraciət obyekti təkcə insana olmur. Cansız əşyalara da, heyvanlara da müraciət oluna bilər və bu zaman isə xitabımız bədii xitab hesab olunacaqdır. Xitab və mübtədanın əsas fərqinə gəldikdə, məna və funksiya baxımından fərqlənir. Çünki mübtəda haqqında danışılan şəxsi bildirir və əşyanı bildirir. Xitab isə fikrin kimə yönəldiyini, yəni müraciət olunanı göstərir. Mübtəda, məsələn, şagirdlər yarışa hazırlaşırlar. Xitab isə şagirdlər yarışa hazırlaşın, müraciət olunanı ifadə elədir. Sintaktik münasibət mübtəda cümlənin baş üzvüdür. Xəbərlə şəxsə və kəmiyyətə görə uzlaşa bilir. Xitab isə uzlaşa bilməz, çünki qrammatik əlaqəyə girmir. Mübtədaya kimlə və hara sual veririk, amma xitaba isə sual verilməz, çünki təhlil edilmir. İntonasiyada mübtəda adi bir tonla deyilirsə, xitabda isə bu tələffüz zamanı bir qədər kiçik fasilə ilə ayrılır, vergüllə ayrılır və ton dəyişir. Mübtədada demək olar ki, vergül işarəsindən istifadə olunmur, istisna hallarda istifadə oluna bilər. O şəxs əvəzi və bu isimləşmiş işarə əvəzliyindən sonra işlənə bilər. Bir də sadalanma varsa. Və cansız əşyalara, mücərrəd varlıqlara müraciət edildiyi zaman istifadə olunur. Və bu əvəzliyindən sonra qoya bilərik. Şəxsə görə uyğunluq mübtəda bütün şəxslərdə ola bilir. Birinci, ikinci, üçüncü şəxsdə. Xitab isə mənaca həmişə ikinci şəxsə müraciət edilir. Yəni, xitab üçüncü şəxs formasında olur, amma mənasına görə ikinci şəxsə müraciət edilir. Xitaba aid əlavə fikirlər, əlavə cümlələr. Xitabın formaca oxşarlığı. Xitab da mübtəda kimi ismin adlı halında olan söz və birləşmələr ifadə oluna bilər. Vurğu. Xitab çağırış nidaları ilə işləndikdə sözdəki vurğu adətən bir heca əvvəla keçir. Məsəl üçün deyirəm ki, Kənan gəlmişdi. Vurğu sondadır. Bir də deyirəm ki, Kənan, gəl. Artıq müraciət etdiyimiz zaman bir pillə əvvələ keçəcək. Ardıcılığa gələndə, eyni şəxsə ardıcıl müraciət edildikdə ikinci xitab birincinin əlavəsi hesab olunur. Kənan, dostum, Kənan, bu kitabı oxu. Dostum, xitabdır. Kənan isə artıq onun əlavəsidir. Və qayda da belədir. Cümlənin əvvəlində gəldikdə xitabdan sonra vergül qoyulacaq, ortada gəldikdə hər iki tərəfində, sonda gəldikdə isə özündən əvvəl.
Nida ilə işləndiyi zaman əgər ay, ey və ya nidaları varsa, vergül nidadan əvvəl yox, xitabdan sonra qoyulmalıdır. Xitablar kimi ara sözlərdə ən asal mövzulardan biridir. Ümumiyyətlə, ara sözlər, belə deyim ki, necə ki, xitablar cümlə üzvü olmursa, ara sözlərdə cümlə üzvü ola bilmir, suala cavab vermirlər. Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Bu, morfologiyada modal söz hesab olunur. Onlar cümlənin digər üzvləri ilə qrammatik əlaqəyə girmir, eyni xitablar kimi və cümlə üzvü sayılmırlar. Ara sözlərin məna cönövləri var. Eyni ilə modal sözlər kimi. Təsdiq bildirənlər təsdiqləyir. Əlbəttə, şübhəsiz, sözsüz, doğrudan da, həqiqətən də, qeydsiz, şərtsiz. Nümunə, həqiqətən səmimi dostluq hər şeydən üstündür. Güman və şübhə bildirənlər hansılardır ki? Güman ki, çox güman ki, ehtimal ki, bəlkə, deyəsən, görünür, olmaya, olsun ki, gərək ki. Ehtimal ki, sabahki iclas təxirə salınacaq. Fikrin mənbəyi, yəni kimə aid olduğunu bildirir. Məncə, bizcə, səncə, bizə görə, deyilənə görə, mənim fikrimcə, eşitdiyimə görə, atlar demişkən. Fikir verirsinizsə, bu ifadələr modal sözlərin daxilində yox idi. Deməli, biz hər ara sözə də modal söz deyə bilmərik. Bütün modal sözlər ara sözlərdir, amma bütün ara sözlər modal söz deyil. Nəticə ümumiləşdirə bilirənlər isə, yəni fikirləri ümumiləşdirmək hesab olunur ki, beləliklə, xülasə, ümumiyyətlə, deməli, nihayət, bir sözlə, əksinə, qısası və salam. Bir sözdə biz bütün maneələri geridə qoyduq. Fikri ardıcıllıqla, sıralama, sadalama bildirənlər. Bu zaman əvvəla, birincisi, əvvələn, ikincisi, üçüncüsü, hər şeydən əvvəl başlayacağız. Təəssüf bildirənlər isə heyif, çox heyif, təəssüf, əfsus ki. Söz formasında olan ara sözlər. Ümumiyyətlə, ara sözlər həm söz birləşməsi, həm də cümlə formasında ola bilir. Söz formasında olanları misal göstərmək olar ki, deməli, əlbəttə, bu məsələdə haqlı olduğun üzə çıxacaq. Doğrudan sənin bu qədər qısa zamanda hazırlaşmağın möcüzədir. Bəlkə biz planımızı bir qədər dəyişməli olduq. Görünür, şübhəsiz, sanki, bir də ki, burada səhvliylə mən sankidən sonra vergül qoymuşam. Biz bilirik ki, bənzətmə bildirən modal sözlərimiz ki var, sanki, güya, elə bil ki, onlardan sonra vergül qoyula bilməz. Və zənnimcə burada qeyd eləməyi, ardıcılığı unutmuşam. Ara sözlərin içərisində bənzətmə bildirən modal sözlərimiz də var. Yəni, burada qeyd eləməyi unutmuşam, yadda saxlayaq. Yəqin, vergül, qısası, vergül. Yəni, bunlar söz şəklində olan modal sözlərimizdir. Bir də var, söz birləşməsi şəklində olan modal sözlər. Bu qrup ara sözlər ismi birləşmələrlə, qəlibləşmiş digər birləşmələrlə ifadə olunur. Mənim fikrimcə, sözün düzü, onun dediyinə görə, ehtimal ki, bizim qənaətimizcə, sözün qısası hər şeydən əvvəl deyilənə görə. Cümlə formasında olanlar isə bunlar müstəqil cümlə quruluşunda olan, lakin əsas cümləyə müəyyən münasibət bildirən ara sözlərdir. Düzünü desəm, bu işin ötəsindən gələcəyimə əmin deyiləm. Sən deməm, bütün bunlar sadəcə bir zarafat imiş. Görünür ki, kimsə bu barədə onlara əvvəlcədən xəbər verib. Demək olar ki, gördüyün kimi, insafən desək, belə demək mümkündürsə, həqiqəti söyləsəm. Durğu işarələrə gəldikdə isə, xitablarda necədirsə, modal sözlərdə də, yəni ara sözlərdə də elədir. Əvvəldə gələndə özündən sonra, ortada gələndə hər iki tərəfində, sonda gələndə ara sözdən əvvəl vergül qoyulmalıdır. Ara sözlə modal sözün fərqinə gələk. Ara söz sintaktik bir anlayışdır. Modal söz morfoloji, yəni morfologiyada öyrənilir. Modal sözlər cümlədə işlənərkən çox vaxt ara sözlər funksiyasını yerinə yetirir. Lakin hər ara söz, bayaq dedim, modal söz deyil. Məsələn, ara sözlər söz birləşməsi və cümlə formasında ola bilər. Modal sözlər isə yalnız söz formasında olur. Yəni, birləşmə şəklində olan ara sözlərimiz modal söz deyil. Ara sözlər daha çox modal sözlərlə ifadə olunur, lakin bu zaman bir məqam qarışdırmaq olmaz. Morfoloji baxımda onlar modal söz, sintaktik baxımdan isə cümlə üzvlərlə bağlı olmayan ara sözlərdir. Sintaksisdə modal söz yalnız söz formasında olan ara söz sayılır, söz birləşməsi cümlə formasında olanlar isə sadəcə ara sözdür.